Cəmiyyən məhbusların, zindanlarda olan məhbusların, müşkillərinin həll olunma, azadlığa qovuşmalarına salavat zikr eləyək. Allahümmə salli ala Muhammed və ali Muhammed. Övlad arzusunda olan ailələrimiz var. Tezliklə əməl salih övladları olmasına xatir salavat zikr eləyək. Allahümmə salli ala Muhammed və ali Muhammed. Cəmiyyən sürücülərimizin salamatlığına xatir salavat zikr eləyək. Allahümmə salli ala Muhammed. Dini İslamın qüvvətlənməsinə, din düşmənlərinin məhv nabid olub aradan getmələrindən salavat zikr eləyək. Hacı rəhbəri ilədir, cəmaat namaz qıldıq, gözəl xütbəsi ilə könlümüzü nuraniləşdirdi. Allah ondan razı olsun. Özünün ailəsinin salamatlığına xatir, ömrünün, elminin daha da bərəkətli olmasından ötəri və dünyasını dəyişmiş ata-babalarının, əmvatlarının istirahət ruhuna xatir salavat zikr eləyək.